Hər vaxtınız xeyir. Dzień dobry welcome. We are on Double Take Show right now, a little bit earlier than our proposed date, because I have an unique guest today from all the way to Georgia, Samira Bayramova. She's a very well-known activist and one of the community leaders back in Azerbaijani community of Georgia and Georgia itself. Welcome to the show. And as you know, our show is in two languages, first English and second Azerbaijani. So therefore, we'll start with the English section first and then we'll go on to Azerbaijani one. Və bildiyiniz kimi bizim şovumuz iki dildədir. Həm ingiliscəsində, həm Azərbaycan dilində. Birinci ingiliscəsində danışacaq, ondan sonra isə Azərbaycan dilinə keçid edəcəyik. Biz önümüzdəki bir saat Varşavadan canlı yayımdayıq və siz bu verilişi daha sonra cümə axşamı, şənbə günləri və bazar ertəsi dinləyə bilərsiniz. İmi Radio FM, PL efirlərində. Və okay, let's start. Samira xanım, why are you here? Why are you here in Warsaw at the first place? Thank you very much. You know, in Warsaw, now is held in Warsaw Human Mission Conference 2025, which is very important high-level conference. I can our this conference to Warsaw. Why is it? Main reason. Also. ODIHR, Gender Equality Change Program. Yep. You need to stay close to the microphone, other way. Yeah. Okay. Yes. It's okay. Thank you. So you are here for the OSCE ODIHR meeting. So are there many people, participants from Georgia and Azerbaijan, or how is this year? Yes. Yesterday I saw people from Azerbaijan and Georgia. Mainly the society conference, and also some people from Georgia sector. The society sector, very important period in the Georgia. Also the society under pressure from the government. We have Russian law, and Bureau works actively, and they blocked Georgian society financial activities. Why that our civil society want to talk about what happening in Georgia. All right. So, well, let me get it right. So you are one of the few participants from Georgia, and what right now do you envision for the right now what's going on in Georgia? We are all following the news and protests, and it got some momentum, but it comes and goes. And what I want to ask about the Georgian opposition, that it clearly had some strong foreign policy, that they had a good strategy that was about to rig the elections the last year and even since. But the critics of Georgian opposition say that their domestic strategy have been far less clear. So what about the domestic strategy of the opposition? Like, what's your sense on that? How do you evaluate? Mm-hmm. Now, at the moment, all opposition leaders are present. But before, it was very active period. It was last year, 2024 Georgian parliament election. Yes, it was very important period for us. Georgian people wanted to choose Europe or Russia.
Georgian Dream, of course, use all resource, and they won, but it was not real. They use all administrative resource, all foreign and population resources in Georgia. But before, Georgian opposition had huge opportunity to win this election, but they worked only center in Tbilisi. They needed to go out to talk people, to share the ideas, and talk with people very actively, but they can't. Also, after election, Georgian Prime Minister Irakli Kobakhidze said that we changed our European course. Georgia's needs to increase economical stability in the country. Why is that? Now we want to stop our European course, and Georgia will become 2030 European the member of European Union. Of course, a lot of Georgian people, opposition parties, against this statement, and very big march. Of course, European Union who supports European values, democracy. Why is that? They started a collaboration with society, opposition party. Also, our opposition party wanted talk European Union leaders about Georgia, what happening in Georgia, and Georgian government, Georgian people needed to become European Union, but Georgian Dream was let's solve this one shortly. We will later repeat it, so that will be not a problem. We'll just start with a sentence, and we need to check because something is. Can I see the? She's the not voice? Okay. directly talking to the microphone. That's why Hmm? she has to talk like this. Yeah. So you have to first of all you have to talk very directly. Okay. Not try to. Yeah, that's one important thing. But you think that will be helping you because normally it should work normally without. Because you have a very weak mind. So let me check. Okay, can I? Yeah. Can you give me for a second? So we will cut it out. Don't worry. Okay. 1 2 1 2. Okay, say something. Me? Yeah. Okay. Hello. Okay. That's too much. Yeah. Now say something. I'll try again. Okay. That's Hello. like this. Hello, hello, hello. Hello. Yes. One more time. Hello. Okay. 1 2 3. 1, 2, 3, 1, 2, 3. Okay. Okay. Uh-huh. So you keep it like that. Okay. So you just need to say it quite loud and be always, even if you want to see something Yes. on telephone, you just don't lose it. But Okay. keep it that way because that's also when it catches. This is too much and it's also cut it. Mhm. So it will be good. Okay. So now we have to start from like starting sentence. Uh-huh. Earlier. From zero. But it will be not maybe not from. If you can start from beginning. Okay. 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 I have to. Olduğumuz yerden başlıyorsa devam ederek. Ben sual tezden vereceğim sadece. Verelim. Okay. So, my first question is to you is about the Georgian opposition, which had clear, strong foreign policies. They talk to Americans, they talk to Europeans, and they had a good, strong foreign policy around these rigged elections of the last year and events ever since.
I myself I've talked to Georgian TV before about that. I guess it was Formula, and then the domestic strategy has been far less clear of the opposition. And what was the strategy, if there was one, and what you think that has to be changed in the Georgian opposition's domestic strategy? Mhm. Unfortunately, in Georgia, all opposition party leaders in prison. They arrested by Georgian government. Georgian government is Georgian Dream. Georgian Dream thinks that they work wrong and they don't need any position in Georgia. They are radical opposition, not just a normal opposition. Before, Georgian opposition worked very hardly in Brussels and in Europe and with Europe Union because Georgian Prime Minister Irakli Kobakhidze said that we changed our European way. We need to increase our economical situation in Georgia. We are not ready to become part of European Union. Why is that? We will became a part of European Union 2013 year. Of course, this statement was very, how I can say, dangerous for Georgian. All Georgian people in Georgia, 90% supports European Union, NATO, and why is that? A lot of people come out and protest Georgian Dream. Of course, after that, Georgian opposition parties started to collaboration European Union, and they wanted to talk with them, to talk what's happening in the Georgia, because Georgian people needed European Union support, directly support, because we have the hope, and of course Georgian Dream changed their way, and they became pro-Russian government, Georgian government. Now our opposition have not any strategy because they are in the prison, and but Georgian people all days they're protesting Georgian government because Georgian government's doing everything against European values. It's a democracy. They became some oligarch system. Why is that? Georgia. It is. We have great chance to become part of European Union because we have candidate status. I see. So we talked about the oppositions. What about what's your sense on what the local community thinks about the last year's and this year's events? Like, is it like something that's being perceived as something that somewhere in the capital, or do they expect some effects in the locally? Do you think that there's going to be some local effects, or the local community thinks this is somewhere remote in Tbilisi? Mm-hmm. Local community knows something happened in Tbilisi or Rostov Valley. But in our country, Georgian Dream propaganda works very well. They started good propaganda, war or peace. Peace means Georgian Dream, war means the radical opposition. Yeah. Our Premier Minister Irakli Kobakhidze calls all opposition party radical opposition. And why is that? A lot of people in the region, they think that if they will choose Georgian opposition, Russia's
will start some aggression against Georgia. And in our country, propaganda works very well. Why is that? A lot of just people from region not interesting what happening in the capital. Okay. But we all human rights defender activists, all times we are talking about what happening in Tbilisi, mainly on Rustaveli. Also, I am coming from Azerbaijan community. Mainly, I am talking Azerbaijan language for our community. What happening in Tbilisi? But Russia propaganda, Georgian dream propaganda works very well. Why is that? It is very difficult just to fight against this propaganda. All right. I guess I saw, but what about, like, in your opinion, what are the main? You talked about Azerbaijani community. What about the main differences between the Azerbaijani citizen, Azerbaijanis, people like me from Baku, and the Georgian citizens, ethnic Azerbaijanis, like people like you? What are the main differences that foreigners, when they try to appeal, or not foreigners, but when the Georgian Dream or other opposition try to appeal to the local community, do they often mistake us? Like I'm, for myself, have been to Georgia many times, but only Tbilisi, never Marnovli or other places, maybe Batumi. So therefore, as an Azerbaijani myself, I'm not actually very informed about the Azerbaijanis in Georgia. What do you think that our main differences are? By the way, this is for English-speaking community. We'll talk about an Azerbaijani phase too. So, Oh, I think it is a big problem in our country. When we start to talk about ethnic minorities problem, maybe some central organization, opposition, and other foreign people think that, okay, we are coming from Azerbaijan, and they ask, what happening in Baku? I am sorry, I am not from Baku, and I am not from Azerbaijan. I am ethnic minority in Georgia. All times we need to explain this everything. What means this ethnic minority? Where live these people? What problems they have, and anything. And all times are ethnicity associated Azerbaijan government. Of course, we have some reason. The first, our political leaders, mainly government political leaders, they talking, okay, we have good collaboration, Azerbaijan government, we have good friendship. And in our country, in our community, a lot of think Azerbaijan government, for instance, soccer paid Azerbaijan students fee, and soccer also built some kindergarten in the region, and they support local Azerbaijani community, and Azerbaijan diaspora works actively in region, and they give any financial support local community. Yes, okay, they work, but they not very, how can I say, very actively, very deeply. During these years, European Union helped our government, help also civil society, how we integrate ethnic minorities, and how we can help them, how we can increase their knowledge in the Georgia. And now it is very crucial situation in Georgia. Our Georgia government never interesting ethnic minorities problem in our country. I am really sometimes I am tired all times to explain these people. Okay, I am not associated Azerbaijan government, just I am associated Georgian government. Last year, when I back to Georgia from
Poland, we had here some visa problem. Why is that our plane got directly Armenia? And Yeah, I heard you about know that. Yeah, about this yeah, about yeah, this yeah, yeah. case, and Armenian police told me Azerbaijani, and you can enter our country. I said that I am sorry. I am Georgian citizen. I am Georgian. I am from Georgia. I have not any just documental connection Azerbaijan government, but they told me it is not reason you can't enter our country. Of course, I protest this everything, but say no, you can't. Okay, I can't, and I back to Poland tray again. It was really very funny and very tragical something for me also as Armenian government associated me Azerbaijan government because they have some conflict between Azerbaijan and Armenian. Okay, they want any peace and they are talking a lot of time peace, but it is not peace. It is some enemy enemy issues. Yeah, I will talk about it in the Azerbaijani section, which starts, by the way, as we have 30 more minutes left. Və Azərbaycanlı dinləyicilərim üçün biz ingiliscə 30 dəqiqəni geridə qoyduq və Samirə xanım əsasən Gürcüstandakı daxili siyasətdən və Azərbaycanlı etnik azlığa qarşı olan dövlətin Gürcü Arzusu Partiyasının münasibətindən danışdı. İndi isə Azərbaycanca hissəyə keçirik. Mənim əsas sualım Gürcüstan seçkilərini yaxından izləmiş biri kimi, daha doğrusu Gürcüstan seçkilərinin Azərbaycan mediasında necə işıqlandırıldığını izləmiş biri kimi mənə maraqlıdır. Sizin hətta bir videonuzda çıxmışdı. Sizdən deyəsən provokasiya çəkmək istəyirlər. Azərbaycan saytlarından biri deyəsən Baku TV idi. Yəni sonra mən bu barədə yazdım. Əflatun Amaşov özü gəlmişdi, hansısa deputatlığa namizədlərdən biri ilə şəkil filan çəkdirmişdi. Sizcə ümumiyyətlə Azərbaycan hökuməti Gürcüstan bu daxili işlərinə söhbət seçkilərdən gedir. Təsiri nə dərəcədə olub, nə qədər ciddi idi bu ittiham? Ümumiyyətlə biz belə bir açıq təsiri ilk dəfə 2016-cı ildə gördük. Mən təbii ki, açıq təsirdən və hüdudsuz təsirdən danışıram və bir də bu hadisə baş verdi 2024-cü ildə Gürcüstan parlament seçkilərində. Ümumiyyətlə 2016-cı ildə də təbii ki, Gürcüstanda parlament seçkiləri idi və həmin zamanda aşkar şəkildə Azərbaycanın nümayəndə heyəti gəlmişdi və Gürcü hökumətinin həmin regionda olan namizədini açıq-aşkar verdi. Həmin vaxt əsasən Marneol ərazisində hardakı Azərbaycanlılar daha çox kompakt yaşayır və Marneol ümumiyyətlə Azərbaycanlıların mərkəzi əsasən hesab olunur. Ancaq bu il demək olar ki, bu proses bütün bölgələrdə hardakı Azərbaycanlılar yaşayırdı. Bütün o bölgələrdə çox təəssüf olsun ki, davam edirdi. Əslində burada ən böyük problem, ən böyük səhv və günah deyərdim ki, Gürcüstan hökumətindədir ki, daima imkan yaradır, fürsət yaradır ki, Gürcüstanda yaşayan Azərbaycanlılara onlarla eyni dildə danışan, onlarla eyni dinə mənsub olan ölkələr onlara təsir göstərsin və onların vasitəsilə Gürcüstanda hər hansı bir onları siyasi proseslərə qoşsun. Bu təbii ki, öz-özlüyündə çox yanlışdır və həmin bu kimi ölkələr imkan vermirlər ki, Gürcüstanda yaşayan Azərbaycanlılar dövlət dilini mənimsəsinlər, Gürcüstan hökumətinə inteqrasiya olsunlar, özlərini orada inkişaf etdirə bilsinlər. İnanın ki, orada hələ də minlərlə Azərbaycanlı var ki, Gürcü dilində danışa bilmir. Ümumiyyətlə, Gürcüstanda nə baş verir, onu başa düşə bilmir və propaganda ilə doğruyu arasındakı fərqi görüb seçə bilmir və bu doğrudan bizim üçün də çox çətindir və buna görə də həmişə əslində
Gürcüstanlılar, yəni ümumiyyətlə Gürcü xalqı deyir ki, nə vaxt öyrənəcəksiniz siz ümumiyyətlə Gürcü dilini, axı belə olmaz və buna görə bəzən aralarında etnik münaqişələr olur ki, niyə Gürcü dilini bilmirsən, Gürcüstanda yaşayırsan, nəyə görə Gürcüstanda bu proseslərdə aktiv deyilsən və s. Bunlar təbii ki, həmişə Gürcüstan Azərbaycanlıların belə deyək ki, başında çartlayır və onlara ağır başa gəlir və bunların bu cür yanaşması və bu il təbii ki 2024-cü ilin parlament seçkilərində də bu açıq-aşkar var idi. Çox təəssüf olsun ki, ancaq yenə deyirəm ki, əslində müxalif partiyalar da istəsəydilər ki, bu prosesə qarşı çıxardılar. Ancaq təbii ki, onlar da gələcəkdə qonşu ölkələri və digər yenə deyirəm ki, Gürcüstan Azərbaycanlıları ilə eyni dildə danışan, eyni mədəniyyəti eyni dinə mənsub olan ölkə nümayəndəliklərin gələcək öz partnyorları, strateji partnyorları gördüyünə görə və hər hansı bir etiraz etmirlər adətən. Hətta mən ən tanınmış müxalif liderlərdən soruşdum ki, axı bu proses sizin zərərinizə idi. Deyək ki, sizin səsləriniz alınırdı, əlavə kənardan bir təsir idi. Nəyə görə bunun haqqında heç vaxt danışmadınız? Nəyə görə buna etiraz etmədiniz? Və deyirdi ki, gələcəkdə onlar bizim strateji partnyorlarımızdır. Yəni ki, gələcək müxalifət belə Gürcüstan Azərbaycanlılarını Gürcüstanın bərabər hüquqlu vətəndaşı kimi görə bilmir. Sənə sadəcə bir strateji necə deyim, əlaqə kimi baxır ki, gələcəkdə belə Azərbaycan güclü hökumətdir, ekonomik olaraq güclüdür, güclü xarici siyasəti var və ona görə də onlar da məhz bundan gələcəkdə öz şəxsi mənafeləri üçün yararlanmaq istəyirlər. Burada yenə deyirəm, nə olursa axırda bütün bunun cəzasını Gürcüstan Azərbaycanlıları çəkir. Onlara separatist deyirlər, onlara agent deyirlər, onlara öz ölkəsini sevməyənlər deyirlər və təbii ki, axırda və kimsə bunlara dəstək olmur. Mən hətta belə bir şey eşitmişdim ki, indi bilmirəm nə dərəcədə doğrudur. Gürcüstandakı bu məktəblərə, Azərbaycanlıların kəndlərindəki məktəblərə təhsil vəsaitində Azərbaycan Təhsil Nazirliyi göndərir. Bu doğrudur? Yoxsa Gürcüstanın özünün belə bir materiallar göndərmək kimi şey var? Ümumiyyətlə Gürcüstan və Azərbaycan arasında qarşılıqlı razılaşma var. Azərbaycandan kitablar gəlir Gürcüstana, Gürcüstanda olan Azərbaycan dilli məktəblər üçün. Gürcüstandan da Azərbaycana gürcü dilli məktəblər üçün gürcü dilində kitablar gedir. Ancaq son illərdə Gürcüstan hökuməti başladı artıq kitabları tərcümə etməyə, iki dilli kitablar çıxarmağa və s. Bununla bağlı hələ böyük bir işlər görüləsidir. Çox böyük bir problemlər var. Ancaq yenə deyirəm, hələ tam olaraq bu problemi həll edə bilməyib Gürcüstan hökuməti. Ona görə də hələ bir çox kitablar yenə də Azərbaycandan gəlir və müvafiq olaraq Gürcüstandan da Azərbaycana, həmin Azərbaycanda yaşayan gürcü məktəblərinə kitablar gedir. Tamam. Növbəti sualım bu Gürcüstan Azərbaycanlıları arasında bu gürcü arzusunun nə dərəcədə yükə və təsirə sahib olmağı ilə bağlıdır. Mən özüm bu seçki ərəfəsində Facebookda izləyirdim. Gürcüstanda Azərbaycan dilində yazan çoxlu troll hesablar var idi və yəni baxırsan ki, normalda Azərbaycanda yap trollları var, amma bunlar gürcü arzusu trollları da Azərbaycan dilində yazırlar. Belə qəribə bir şey. Və nəsə belə ənənəyə qayıdış, müharibəyə yox demək filan və mən onların içində açıq Azərbaycanlılara xas xitab edirəm. Mən Gürcüstan Azərbaycanlısı olsaydım, yəni mənə çatmazdı ki, sən nə demək istəyirsən, mənə nəylə qorxudursan. Ümumiyyətlə amma gördüm ki, orada həm seçkilər zamanında saxtakarlıqlar məşhur videolardan biri oldu ki, adam özü şəxsən topa bülletəni salırdı, belə fəxr eləyə videolar çəkilməyini gördüm. Ümumiyyətlə buna icma necə münasibət göstərir? Yəni ki, onların içində sizin kimi bir ovuc şəxslərdən savayı buna səs çıxaran varmı? Yoxdursa əgər bunları Azərbaycanlıları orada susturan bu qolçomaqlar kimlərdir? Öncə onu deyərdim ki, yəni gürcü hakimiyyəti bütün administrativ resurslardan istifadə edir. İstər Azərbaycanlılar yaşayan bölgə olsun, istər gürcülər yaşayan bölgə olsun. Azərbaycanlılar yaşayan bölgədə bu daha çox olur. Çünki artıq insanlar seçkiyə bir iş yeri kimi baxırlar.
seçkidə müəyyən bir pul qazanacaqlar, insanları idarə edəcəklər, özləri müəyyən bir yerlərə nail olacaqlar və ona görə bütöv orada yaşayan Azərbaycanlıları öz şəxsi məqsədləri üçün istifadə edirlər. Və hətta deyərdim ki, çox utanc şəkildə, hətta deyərdim Gürcüstanda bir dəfə belə bir hadisə oldu. Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev Qardabanidə kartof soğan yığmış hər hansı bir ambara və orada yaşayan Azərbaycanlılara bunu göndərdik. Bunu Gürcüstan hökuməti göndərib və kartof soğan hələ də Gürcüstan Azərbaycanlıları üçün, yəni orada istifadə olunan, deyək ki, Gürc cəmiyyətindən, istər Azərbaycanlı cəmiyyətin özündəki istifadə olunan, deyək ki, təhqiramiz bir ifadədir ki, öz səsini kartofa soğana satan, deyək ki, Azərbaycanlılar. Ancaq bunu yenə deyirəm, Gürcü hökuməti fikirləşib etməmişdi. Bunu etmişdi özü Azərbaycanlı, belə deyək, deputat. Yəni insan başqa şey fikirləşə bilməzdi. Məsələn, başqa bir yerdə ola bilsin, insanlara pul paylanılır, ola bilsin, başqa vədlər verilir. Ancaq Kömə kartelidir və ona görə də Azərbaycanlılarla bağlı həmişə komik anlar Gürcü mediasında da özünü açıq şəkildə göstərir. Və bir də ki, belə bir məsələ var. Oradakı Azərbaycanlıların bir çoxu özünü hələ, yenə deyirəm, dil bilmirlər, öz hüquqlarını bilmirlər, bir şey olanda qorxanda hara müraciət edəcəklərini bilmirlər və Gürcülərdən də fərqli olaraq Azərbaycanlılara daha çox təzyiq var, qorxurlar, dili bilmirlər, nə edəcəklərini bilmirlər. Ancaq qorxduqlarına görə məcburdular ki, getsinlər hər hansı hökumət yönlü partiyaya, deyək ki, öz səslərini versinlər. Həm də ki, burada bir o Sovet rejimindən qalma bir təfəkkür hələ də mövcuddur. Yəni hökumət hara, biz ora. Yəni dövlətlə dövlətçilik etmək olmaz, dövlətə qarşı çıxmaq olmaz. Yəni hələ hökumətlə dövlət arasındakı ümumiyyətlə fərqi belə çözə bilmirlər və eyni zamanda bu seçkilər zamanı Azərbaycanın həmin o propaganda medialar aktiv şəkildə çalışırlar və bizim Gürcüstanda yaşayan Azərbaycanlıların böyük əksəriyyəti təbii ki, Azərbaycan televiziyasını izləyirlər, onlar Gürcü dilini bilmirlər. Və oradan gələn müəyyən qruplar var, gedirlər, görüşürlər, ailələrlə görüşürlər, müəyyən insanları demək olar ki, ortaya salırlar, ən pis mənada belə desək və qapı-qapı insanlarla görüşdürürlər. Bunlar təbii ki, öz növbəsində hər şeyi artıq yavaş-yavaş təsir göstərməyə çalışır. Orada olan bir çox bizim kimi şəxslər çalışırıq təbii ki, insanları maarifləndirək, onlara nəyin yanlış, nəyin doğru olduğunu göstərək, bildirək. Amma yenə deyirəm ki, pul öz sözünü deyir. Onlar daha çox məsələn pula inanırlar, nəinki deyək ki, həqiqətlərə. Ancaq başa düşmürlər ki, onlar üçün necə çətin olacaq. Bugünə kimi onların hüquqları pozulanda onların hüquqlarını biz qoruyurduq sadəcə. Həmin insanlar onların hüquqlarını qorumur. Onların arxasında durmurlar. Və çox yaxşı bilirlər ki, seçdikləri adamlar onlara daha çox zərər veriblər, nəinki fayda veriblər. Və bəzən də düşünürük ki, tamam, bu çamurda yaşamaq istəyirsinizsə də qalın orada. Biz sizə işıqlı yolu göstəririk. Ümumiyyətlə, bir insan necə yaşamalıdır, onu göstəririk. Əslində, çox yaxşı oldu ki, Gürcüstanda hal-hazırda, Gürcüstanla ümumiyyətlə Avropa ölkələri arasında vizasız rejim var və onlar gəlirlər, görürlər, burada çalışırlar. Əslində, Avropa ölkələrinin necə səliqəli, buradakı insanların mədəniyyətinin necə bir yüksək səviyyədə olduğunu görürlər və bunun çoxunu artıq demək olar ki, öz ailələrində danışırlar, yaxınlarına danışırlar və Avropa meyillilik məsələsi var artıq gənclərdə, orta yaşlı insanlarda. Ancaq biz Sovet təfəkkürlü insanların o fikirlərini çox çətin ki, dəyişək. Bu kartof soğan dediniz mövzumu 10 il Türkiyədə yaşamışam. Türkiyədə də kömürlə alırlar. Həmişə sessiya ərəfəsində AKP partiyasından kimlərsə gəlir və pulsuz kömür paylayırlar cəmaata. Orada da bu məsələ məşhurdur. Mən dediyiniz şeylərlə xəbərdar idim əslində. Və özüm daha çox Azərbaycan mediasını monitorinq ediyim üçün mənə, yəni Xoşqədəməcən adamlara gedib çıxmışdılar. Xoşqədəm özü efirdən deyirdi ki, Gürcü arzusuna səs verin və insanları və əlbəttə bu dövlət tərəfindən sifariş verilmiş bir şeydir və sadəcə bunu Azərbaycanın özündə Azərbaycanlılara izah eləmək biraz çətin məsələ idi. Belə bir fenomen olduğunu da dedilər mənə ki, bəs oradakı Gürcüstandakı Azərbaycanlı icma fərqi yoxdur. Gürcü arzusu olsun, onun əvvəl Saakəşvili olsun və ya qədər kimsə. Hakimiyyətdə kim olursa, həmin partiyaya həmişə səs verir. Və bunu onunla izah edirlər ki, sadəcə
Ermənilərdə də elədir, ümumiyyətlə etnik azlıqlar həmişə belə eləyirlər, o qorxu mühitindən dolayı. Bu doğru yanaşmadır sizcə? Bilirsiniz necə? Əslində bir neçə erməni etnik azlıq təşkilatları və Azərbaycanlı etnik azlıq təşkilatları biz bu məsələni özümüz üçün müqayisə etdik. Biz səslərə baxırdıq. Tutaq ki, Marneolidə olan hökumətin topladığı səslərə və gürcülərin yaşadığı bir bələdiyyədə həmin səs. Əslində bəzən baxırdıq ki, bu etnik Azərbaycanlılar və ermənilər yaşayan yerdən fərqli olaraq gürcülərdə daha çoxdur. Məsələn, daha çox hökumətə oradan səs toplayıb. Tutaq ki, bir bölgədə var, deyək ki, 40 min seçici, hər hansı bir Marneolini götürək və ya hər hansı bir gürcü bələdiyyəsini götürək və bəzən olurdu ki, həmin yerdə 35 min nə bilim də, deyək ki, 35 min nəfər verib gürcü arzusuna səsi, ancaq o gürcü bələdiyyəsində bəzən olurdu ki, 37-38 min gürcü arzusuna səs verib, hökumətə səs vermişdi, belə deyək. Ümumiyyətlə, insanlar bəzən bu riyaziyyəti düzgün hesablaya bilmirlər. Deyirlər ki, okey, orada yaşayan insanlarda daha çoxdur. Bu il məsəl üçün seçkilərdə əhali boykot etdi, seçkilərə getmədi. Azərbaycanlılar adətən etirazını bu cür bildirirlər. Yəni seçkiyə getmirlər, etiraz edirlər və onlar getmədikləri dönəmdə də hökumət təbii ki, bulletenləri hamısını doldurur qutulara. Və də bunun hesabına, saxtakarlıq hesabına da mümkündür ki, təbii ki, onlar səs toplaya bilsinlər. Təbii ki, qorxu məsələləri də var, ancaq mən deyərdim ki, ümumiyyətlə bu seçki prosesi bütün Gürcüstanın regionlarında eynidir. Eyni ilə orada insanları pulla alıb satırlar. Marneolidə kartof soğan paylayırlarsa da, Qarabağda kartof soğan paylayırlarsa da, başqa bir yerdə başqa bir şeylər paylayırlar, yağ paylayırlar, şirniyyat paylayırlar və ya hər hansı bir pul verirlər. Bir dəqiqə. Deyəsən bizdə qeydiyyatda əslində mən qeydiyyat apardım, amma qeydiyyat dayanıb. Bunu təzədən başlayaq. Nəsə bugün işlər pis gedir. Bu sonuncunu yenidən deyə bilərsiniz. Çünki qeydiyyatdan çıxıb deyəsən. Mən sualı təkrarlayım, onda üzr istəyirəm. Onu demək istəyirdim ki, mən həmişə Gürcüstandakı bu sessiyalarda Azərbaycanlıların aktivliyi filan barədə deyəndə, xüsusilə bu Gürcü Asusunun və Azərbaycan mediasının xalqı Gürcü Asusuna səs verməyə səsləndirəndə mənə deyirlər ki, ümumiyyətlə oradakı azlıqlar, erməni olsun, Azərbaycanlı olsun, hakimiyyətdə kimdirsə həmişə ona səs verirlər. Bununla razısınızmı? Sualım budur. Bilirsiniz necə? Əslində bir çox bəli təşkilatlar, mərkəzi və beynəlxalq təşkilatlar bunu vurğulayırlar ki, bu cürdür. Ancaq biz ola bilsin müəyyən mənada olsun bu cür. Ancaq biz Azərbaycanlı təşkilatlar və erməni təşkilatlar bir neçə dəfə oturduq. Biz bütün deyək ki, gürcülər yaşayan bələdiyyədə, Azərbaycanlılar, ermənilər yaşayan bələdiyyədə sayları müqayisə etdikdə, ümumiyyətlə nə qədər seçici çıxıb həmin yerə və o seçicilərdə nə qədər faizi deyək ki, hökumətə səs verir. Bəzən olur ki, həqiqətən gürcülər yaşayan yerdə Azərbaycanlılardan, ermənilərdən daha çox hökumətə səs veriblər. Müəyyən bölgələr var ki, mümkündür ki, bəli olsun. Çünki Azərbaycanlılar nümunə olaraq etirazlarını seçkiyə getməməklə bildirirlər. Və əgər onlar seçkiyə getmirlərsə də, onların əvəzinə təbii ki, hökumət nümayəndələri saxta səslər doldururlar bunun hesabına. Yəni Gürcüstanda artıq seçki mədəniyyəti bir şey yoxdur. Sadəcə qutulara kiminsə əvəzinə topa bulletenlər
toplamaq bir artıq mədəniyyəti var. Yəni sadəcə bu cür olur. İnsanlar könüllü şəkildə seçkilərə getmirlər. İnsanlar qorxudulurlar, məcburi aparırlar. Hətta gəlib evlərindən onları xüsusi maşınla aparırlar, təsəvvür edirsiniz. Və burada yəni qorxu məsələsi də təbii ki var. Çünki Gürcü dilini bilir, öz hüququnu ən azından bilir və ona o şəkildə təzyiq olunmur. Azərbaycanlıların bir çoxu öz hüquqlarını bilmir, dövlət dilini bilmir, özünü müdafiə edə bilmir və qorxudurlar, təzyiq göstərirlər. Bu məsələ də təbii ki var, mövcuddur. Amma mən deyərdim ki, yəni bu sırf ona görə deyil ki, məhz onlar etnik azlıq olduqlarına görə hökumətə səs verirlər. Başqa Gürcülər yaşayan bələdiyyələrdə bəzən ondan ki, daha çox faizlər olur ki, hökumət də oradan səs toplayır. Bələdiyyə sessiyalarında da belə oldu, boykot elədilər. Əslində son bələdiyyə seçkilərində ümumiyyətlə vətəndaşlar total olaraq boykot etmişdilər. Çünki hal-hazırki hökuməti saxta hökumət adlandırırlar və hökumətin bu seçkilərində də iştirak etmək istəmədilər və sadəcə bir neçə müxalifət partiyası bu seçkilərdə iştirak edirdi. Böyük əksəriyyət iştirak etmirdi və müvafiq olaraq vətəndaşlar da Gürcüstanda total olaraq demək olar ki, seçkiyə çıxmadılar. Son sualım isə sərhədlərin bağlanmağı haqqında olacaqdı. Artıq Azərbaycanda 5 ildir ki, əsasda Gürcüstanla bütün sərhədləri bağlayıb, 5 ildir karantin rejimi davam eləyir. Amma ki, çox bizim bu haqda sosial mediada danışanlar adətən onsuz da rahat-rahat səyahət edə bilən, uça bilən adamlardır. Amma biz yerli sərhəd icmalarının səsini demək olar ki, heç eşitmirik. Çünki onların sosial mediaya falan da çıxışı azdır. Bu hal Gürcüstan Azərbaycanlılarına necə təsir edir? Bilirsiniz, ümumiyyətlə Gürcüstanda yaşayan Azərbaycanlıların bir çoxlarının qohumları, yaxınları Azərbaycan vətəndaşıdır, ya Azərbaycandadırlar və müvafiq olaraq onların ora gedib gəlməsi, sadəcə Azərbaycanlılara aid deyil bu məsələ. Bilirsiniz ki, Azərbaycanda da Gürcülər yaşayır və onlar üçün də çox böyük bir problemdir. Gürcüstan Azərbaycanlılarından fərqli olaraq Gürcülər total olaraq Tiflisdə yaşayırlar. Orada adətən demək olar ki, yaşlı insanlar qalıb, gəlib burada təhsil alırlar, xəstəxanaya bura gəlirlər. Ümumiyyətlə hər cür servisə bura gəlirlər və Azərbaycanlıların da təbii ki, Azərbaycanın çoxu qohum-əqrəbaları var və onların bu sosial münasibətləri demək olar ki, möhkəmdir. Və müvafiq olaraq onlar üçün çox çətindir. Hətta qeyd etmək istəyirəm ki, 90-cı illərdə Qamsaxurdiya dövründə çoxlu Azərbaycanlılar ümumiyyətlə qovulmuşdular və onlar Azərbaycana getmişdilər. Orada artıq yaşayırlar, orada artıq Azərbaycan vətəndaşıdırlar. Adətən onlar yay tətilində gəlirdilər Gürcüstana və s. O insanlar üçün də çox çətindir. Xüsusən yaşlılar məsəl üçün təyyarədən istifadə edə bilmirlər. Əgər qohum-əqrəbasının hər hansı bir ciddi problemi varsa gedib gələ bilmirlər. Həm yol çox uzaqdır və həm də ümumiyyətlə çox bahadır, olduqca çox bahadır. Siz təsəvvür edin, siz Avropanın hər hansı bir ucqar ölkəsində daha ucuza gələ bilərsiniz. Nəinki məsəl üçün oradan bir saatlıq yol Azərbaycana məsəl üçün təyyarə ilə uçmağa olduqca problemlidir və eyni zamanda bu iqtisadi əlaqələr baxımından sərhəd yanı olan kəndlərdə Azərbaycanlıların bir çoxları ümumiyyətlə hətta Azərbaycan vətəndaşları Gürcüstana gəlirdilər, alver edirdilər birlikdə və s. Ən azından bu bunların sosial-iqtisadi təminatı üçün olduqca vacib idi və indi hal-hazırda bu kimi problem var ki, o sərhəd bağlıdır və biz dəfələrlə görüşdük sərhədlərdəki kəndlərdə, ümumiyyətlə sərhəddən uzaq olan kəndlərdə də bəli, onlar qeyd edirlər ki, bu dəqiqə bizim üçün çox böyük bir problemdir. Əgər mən soydaşamsa, ən azından mənim üçün müəyyən bir deyək ki, nəsə olmalıdır ki, mən rahat şəkildə gedim gəlim. Əgər sən mənə soydaş kimi baxırsansa, əgər sən mənə deyirsən ki, mən Azərbaycanlıyam, mənim soydaşımsansa, sən ən azından güzəştlər etməlisən. Ancaq bu şeylər çox təəssüf olsun ki, yoxdur. Hətta biz dəfələrlə petisiya başladıq, müraciət etdik Azərbaycan Respublikasının prezidentinə. Ancaq çox təəssüf olsun, heç bizə cavab belə vermədilər. Azərbaycanlıların müraciətinə oradan rəsmi şəkildə cavab gəlmədi. Və bu həqiqətən onlara qarşı olan böyük bir hörmətsizlikdir. Yəni artıq yenə deyirəm, bu soydaş yalnız onlar üçün strateji bir körpü məsələsidir. Buradakı Azərbaycanlılar sadəcə siyasi məqsədlər üçün istifadə olunur. Yəni belə deyim də, sizə biraz
diaspora kimi davranırlar. Halbuki siz oranın yerli cəmaatısınız. Deyəsən gürcülər də biraz elə baxırlar. Bayaq ingilis dilli versiyada bundan biraz danışdınız. E, Bunu absurd məsələ, bu sərhədlərin bağlanmasındakı absurd məsələ o ki, siz Gürcüstan vətəndaşı kimi sərhədi gəzib keçə bilərsiniz, Gürcüstana gedə bilərsiniz. Amma mən Azərbaycan vətəndaşı kimi çıxa bilmirəm öz ölkəmin sərhədindən. Mən təyyarəyə getməliyəm, siz isə istəsəz qırmızı körpüdən keçə bilərsiniz öz ölkənizə. Yəni Azərbaycanı tərk eləmək sizə olar, amma mənə olmaz. Çox qəribə, absurd bir qanundur və mən hələ də yəni kimlərdən soruşuram, nə qədər yuxarılara çıxıram çıxsın, heç kimdən ciddi bir məntiqli bir açıqlama tapa bilmirəm buna. Təşəkkürlər, buyur, son sualım idi. Mənim daha sonra ağlıma açığı fikirləşdim ki, bəlkə əlavələr edeyim, amma məncə əsas hissəni onsuz da ingilis dilində danışdıq. Bizdə dinləməyənlər üçün ingilis dilində danışdığım hissəni belə qısaca deyim ki, həm Gürcüstan xarici siyasətindən, həm Azərbaycanlı etnik icmanın oradakı rolundan və Gürcü arzusunun Azərbaycan icmasına təsirindən danışmışdıq. Bugünkü qonağım Samirə xanım idi. Gürcüstandan durub gəlib Varşavaya qonaq. Təşəkkürlər Samirə xanım. Biz isə Double Take verilişində növbəti həftə ərzində cümə axşamına qədər dinləyə biləcəksiniz. İMİ Radio PL saytında canlı təkrar yenidən yayımlanacaq. Bizi dinlədiyiniz üçün təşəkkürlər. Sağ olun.